mis, sink, xrom, dəmir. Əsas yarımqrup elementlərindən fərqli olaraq, əlavə yarımqrup elementlərində sonuncu valent elektronu metal atomunun xarici elektron təbəqəsində deyil, xaricdən əvvəlki elektron təbəqəsindəki D yarım səviyyəsində yerləşir. Əlavə yarımqrup elementlərində, yəni D elementlərində atomun xarici təbəqəsində 2, bəzən isə məsələn mis və xromda 1 elektron olur. Ona görə də əlavə yarımqrup elementlərinin oksigenli birləşmələrinin tərkibi öz aralarında oxşardır. Lakin D elementləri hidrogenli birləşmə əmələ gətirmir. D elementlərinin əmələ gətirdiyi bəsit maddələrin kimyəvi xassələrindəki qanuna uyğunluq əsas yarımqrup elementlərinin əmələ gətirdiyi bəsit maddələrinkindən fərqlənir. Eyni əlavə yarımqrupda nüvənin yükü artdıqca müvafiq metalın kimyəvi aktivliyi azalır. Məsələn, birinci qrupun əlavə yarımqrupunda yerləşən gümüş, misdən, qızıl isə hər ikisindən az aktivdir. Əlavə yarımqrup metallarının bir çoxu dəyişkən valentlik və oksidaşma dərəcəsinə malik olur. Onların oksidaşma dərəcəsi artdıqca oksidlərinin və hidroksidlərinin əsasi xassəsi zəifləyir. Turşu xassələri isə güclənir. Məsələn, xrom və manqan dioksid əsasi, xrom və manqan 3 oksid amfoter, xrom 6 və manqan 7 oksid isə turşu oksidləridir. 3-cü və 7-ci qrupun əlavə yarımqrup metallarının maksimum oksidaşma dərəcəsi qrupun nömrəsinə uyğun gəlir. Məsələn, birləşmələrdə skandium maksimum müsbət 3, titan müsbət 4, vanadium müsbət 5, xrom müsbət 6, manqan isə müsbət 7 oksidaşma dərəcəsi göstərir. Və bu da onların yerləşdikləri qrupun nömrəsinə uyğun gəlir. 8-ci qrupun əlavə yarımqrup metallarından rutenium və osmium yerləşdiyi qrupun nömrəsinə uyğun gələn, yəni müsbət 8 oksidaşma dərəcəsi göstərdikləri birləşmələri məlumdur. Əlavə yarımqrup metallarından daha çox praktiki əhəmiyyətə malik olanları mis, sink, xrom və dəmirdir. Bu metallar ilə ayrı-ayrılıqda tanış olacaqsınız. Mis 4-cü dövrün 1-ci qrupun əlavə yarımqrupunda yerləşir. Sıra nömrəsi 29, nisbi atom kütləsi 64-dür. Misin xarici 4s yarım səviyyəsindəki 4s2 elektronlarından birinin 3d orbitalına keçməsi 4s və 3d orbitallarında olan elektronların enerjilərinin təqribən bir-birinə yaxın olması ilə izah edilir. Bu səbəbdən mis birləşmələrində həm müsbət 1, məsələn, mis 1 oksiddə, həm də müsbət 2, məsələn, mis 2 oksiddə oksidaşma dərəcəsi göstərir. 1 və 2 valentli ola bilir. Misə təbiətdə həm böyük külçə şəklində sərbəst halda, həm də əsasən birləşmələr şəklində rast gəlinir. 1857-ci ildə ABŞ-ın Böyük Göllər rayonunda kütləsi 420 ton, 1960-cı ildə isə kütləsi 7 ton olan mis külçəsi tapılmışdır. Misin təbii birləşmələrinə mis parıltısı, kuprit, mis kolçedanı və ya xalkuprit, malaxit və azurit aiddir. Respublikamızda misin birləşmələrinə əsasən filizçay polimetal yatağında təsadüf olunur. Misi sənayedə bir neçə mərhələ ilə alırlar. Mis 1 sulfidin yandırılmasından mis 1 oksid və kükürt dioksid əmələ gəlir. Reaksiya daxil olmamış mis 1 sulfid əmələ gəlmiş mis 1 oksidlə qarşılıqlı təsirdə olur və nəticədə mis alınır. Bu üsulla alınmış misdə qarışıqlar olur. Onu qara mis adlandırırlar. Misi sənayedə pirometallurgiya üsulu ilə də alırlar. Belə ki, mis 1 oksidi karbonla reduksiya etdikdə mis və karbon monoksid əmələ gəlir. Daha təmiz misi elektrolit üsulu ilə alırlar. Elektrolit kimi mis 2 sulfatdan istifadə olunur. Bu zaman katodda mis 2 müsbət ionları reduksiya olunaraq sərbəst mis, anodda isə su oksidləşərək sərbəst oksigen
mühitdə isə sulfat turşusu alınır. Misi hidrometallurgiya üsulu ilə də almaq mümkündür. Bildiyimiz kimi bu üsulda əvvəlcə metal birləşmələri məhlul halına keçir, daha sonra isə daha aktiv metalla duzlarından reduksiya olunur. Buna əsasən misi bu üsulla almaq üçün əvvəlcə mis-2 oksid sulfat turşusu ilə qarşılıqlı təsirdə olur və bu zaman mis-2 sulfat və su əmələ gəlir. Və əmələ gələn mis-2 sulfat duzu dəmirlə reduksiya olunur. Bu zaman dəmir 2 sulfat və sərbəst mis əmələ gəlir. Sözügedən prosesi də bu şəkildə görə bilərsiniz. Mis açıq çəhrayı rəngli, kifayət qədər yumuşaq metaldır. Misin ərimə temperaturu 1083 dərəcə Selsidir. O, elektrik cərəyanını çox yaxşı keçirir. Yalnız gümüşdən geri qalır. Mis ağır metallara aiddir. Onun sıxlığı 8,9 qram bölünsün santimetr kubdur. Mis az aktiv metallara aiddir. Soyuqda havanın oksigeni ilə çox zəif qarşılıqlı təsirdə olur və onun üzəri oksid təbəqəsi ilə örtülür. O da misi sonraki oksidləşməsinin qarşısını alır. Qızdırıldıqda isə mis tamamilə oksidləşir və bu zaman mis-2 oksid əmələ gəlir. Mis su ilə reaksiyaya girmir. Quru xlor soyuqda mislə qarşılıqlı təsirdə olmur. Lakin nəm olduqda və ya qızdırıldıqda reaksiya olduqca sürətli gedir. Mis kükürdlə qızdırıldıqda sürətlə qarşılıqlı təsirdə olur. Misin xlorla qarşılıqlı təsirindən mis-2 xlorid, kükürdlə reaksiyasından isə mis-2 sulfid əmələ gəlir. Mis turşulardan yalnız qatı və duru nitrat və qatı sulfat turşusu ilə reaksiyaya daxil olur. Qatı sulfat turşusu ilə ancaq qızdırıldıqda, qatı və duru nitrat turşusu ilə adi şəraitdə qarşılıqlı təsirdə olur. Misin qatı sulfat turşusu ilə reaksiyasından mis-2 sulfat, kükürt dioksid və su, duru nitrat turşusu ilə qarşılıqlı təsirindən mis-2 nitrat, azot monoksid və su, qatı nitrat turşusu ilə reaksiyasından isə mis-2 nitrat, azot dioksid və su əmələ gəlir. Nəm havada misin səthi havanın oksigeni ilə oksidləşərək yaşıl rəngli əsasi mis hidroksokarbonat duzu ilə, yəni malakitlə örtülür. Yenə də misin nitrat turşusu ilə, yəni qatı nitrat turşusu ilə reaksiyasını şəkillərdə görə bilərsiniz. Mis bir oksid əsasi oksiddir. Ona təbiətdə kuprit mineralı şəklində rast gəlinir. Sənayedə isə mis parıltısının, yəni mis bir sulfidin yanmasından alırlar. Belə ki, mis bir sulfidin yanmasından mis bir oksid və kükürt dioksid əmələ gəlir. Mis bir oksid oksigenli turşularda həll olarkən ikivalentli misin duzları və sərbəst mis alınır. Məsələn, mis bir oksid sulfat turşusunda həll olduğu zaman mis-2 sulfat, sərbəst mis və su, nitrat turşusunda həll olan zaman isə mis-2 nitrat, sərbəst mis və su əmələ gəlir. Mis bir oksid hidrogen halogeni turşularında həll olan zaman birvalentli misin duzları alınır. Məsələn, mis bir oksid xlorid turşusunda həll olan zaman mis bir xlorid və su əmələ gəlir. İkivalentli misin duzları turş mühitdə reduksiya edicilərin təsirindən birvalentli mis duzlarına reduksiya olunur. Məsələn, mis-2 sulfatın kalium yodid ilə qarşılıqlı təsirindən kalium sulfat, mis-1 yodid və sərbəst yod əmələ gəlir. Mis-2 oksid əsasi oksiddir. O, misin oksigəndə tam yanması, mis-2 hidroksidin və malakitin parçalanmasından alınır. Misin oksigəndə yanmasından mis-2 oksid, mis-2 hidroksidin parçalanmasından mis-2 oksid və su, malakitin parçalanmasından isə mis-2 oksid, karbon dioksid və su əmələ gəlir. Mis-2 oksid əsasi oksid kimi turşu oksidləri və turşularla qarşılıqlı təsirdə olur. Məsələn, mis-2 oksidin xlorid turşusu ilə qarşılıqlı təsirindən mis-2 xlorid və su, sulfat turşusu ilə qarşılıqlı təsirindən mis-2 sulfat və su, kükürt trioksid ilə qarşılıqlı təsirindən isə mis-2 sulfat, diazot pentoksid ilə reaksiyasından mis-2 nitrat əmələ gəlir.
Lakin mis-2 oksid su ilə reaksiyaya daxil olmur, yəni suda həll olmur. Mis-2 oksid reduksiya edicilərlə qarşılıqlı təsirdə olduqda sərbəst misə qədər reduksiya olunur. Məsələn, mis-2 oksidin hidrogenlə qarşılıqlı təsirindən mis və su, karbonla qarşılıqlı təsirindən mis və karbon monoksid, karbon monoksidlə qarşılıqlı təsirindən mis və karbon dioksid, amonyakla qarşılıqlı təsirindən isə mis, azot və su əmələ gəlir. Mis-2 oksid doymuş bir atomla birli və ikili spirtləri oksidləşdirir. Birli spirtlərin oksidləşməsi zamanı aldehid, ikili spirtlərin oksidləşməsi zamanı isə keton əmələ gəlir. Məsələn, metanolun mis-2 oksidlə qarşılıqlı təsirindən metanal, mis və su, etanolun mis-2 oksidlə qarşılıqlı təsirindən etanal, mis və su, propanol 2-nin mis-2 ilə qarşılıqlı təsirindən aseton, mis və su əmələ gəlir. Yenə şəkillərdə də misin birləşmələrindən olan mis-1 xlorid və mis-2 xloridi görə bilərsiniz. Mis-2 hidroksid misin müsbət 2 oksidləşmə dərəcəsi və ya 2 valentlik göstərdiyi suda həll olan duzlarının məhlullarına qələvlərlə təsir etdikdə çöküntü şəklində ayrılır. Məsələn, mis-2 xloridin litium, natrium və ya kalium hidroksidlə qarşılıqlı təsirindən mis-2 hidroksid və müvafiq qələvi metalın xlorid duzu, mis-2 sulfatın bu qələvlərlə qarşılıqlı təsirindən mis-2 hidroksid və müvafiq qələvi metalın sulfat duzu, mis-2 nitratın bu qələvlərlə qarşılıqlı təsirindən mis-2 hidroksid və müvafiq qələvi metalın nitrat duzu əmələ gəlir. Mis-2 hidroksid əsaslar kimi turşularla qarşılıqlı təsirdə olur. Mis-2 hidroksid iki turşulu əsas olduğuna görə bir əsaslı turşularla qarşılıqlı təsirdə olduqda götürülən turşunun molundan asılı olaraq əsasi və ya normal duzlar əmələ gətirir. Məsələn, mis-2 hidroksidin 1 mol götürülmüş xlorid turşusu ilə reaksiyasından mis-hidroksixlorid və su əmələ gəlir. Yenidən bu maddənin üzərinə 1 mol xlorid turşusu əlavə edilsə, mis-2 xlorid və su əmələ gəlir. Mis-2 hidroksidin 1 mol götürülmüş nitrat turşusu ilə reaksiyasından mis-hidroksonitrat və su əmələ gəlir. Yenidən bu maddənin üzərinə 1 mol nitrat turşusu əlavə edilsə, mis-2 nitrat və su əmələ gəlir. Bu reaksiyaları ümumi şəkildə yazan zaman birbaşa olaraq turşunun molu 2 mol olaraq göstərilir. Mis-2 hidroksidin nitrat turşusu ilə reaksiyasından isə mis-2 nitrat və su əmələ gəlir. Bu şəkildə də siz mis-2 nitratla natrium hidroksidin reaksiyasını görə bilərsiniz. Mis-2 hidroksid üzvi kimyada çox atomlu spirtləri və molekulunda aldehid qrupu olan birləşmələri, qarışqa turşusunu və onun duzlarını təyin etmək üçün istifadə edilir. Məsələn, etilen glikolun mis-2 hidroksid ilə qarşılıqlı təsirindən parlaq göy rəngli mis-2 glikolat və su əmələ gəlir. Aldehidlərin mis-2 hidroksid ilə oksidləşməsi reaksiyasında rəngin dəyişməsi ardıcıllığı mavi, sarı, qırmızı ardıcıllığı ilə baş verir. Bu reaksiyanı ümumi şəkildə yazsaq, aldehidlərin tərkibində olan radikalları ümumi şəkildə R hərfi ilə işarə edə bilərik. Qarışqa turşusunun mis-2 hidroksid ilə qarşılıqlı təsirindən mis-1 oksid, karbon dioksid və su, natrium formiatın mis-2 hidroksid ilə qarşılıqlı təsirindən isə mis-1 oksid, natrium hidrokarbonat və su əmələ gəlir. Mis-2 sulfat su udaraq kristala hidrat əmələ gətirir və bu kristala hidrat başqa adla desək mis kuporosu bitki zərərvericiləri və xəstəlikləri ilə mübarizə üçün istifadə edilir. İkivalentli misin duzlarının məhlullarına amonium hidroksid ilə təsir etdikdə əvvəlcə mis-2 hidroksid çökür, sonra o amonyakın artığında həll olub mis-amikat kompleks duzunu əmələ gətirir. Bunu reaksiya şəklində mis-2 hidroksidin amonium hidroksid ilə reaksiyası və ya birbaşa olaraq mis-2 hidroksidin amonyakla reaksiyası şəklində yaza bilərik. Bu reaksiyadan mis müsbət 2 iyonlarının ən az miqdarının
təyinində istifadə edilir. Mis amiakat intensiv göy rənglidir. Yenə də bu şəkillərdə siz mis sulfat və onun kristallı hidratını görə bilərsiniz. Misin tətbiq sahəsi genişdir. Belə ki, saf mis elektrik naqillərinin, kabellərin hazırlanması üçün elektrotexnikada və istilik aparatlarında istifadə edilir. Mis həmçinin müxtəlif ərintilərin istehsalında tətbiq edilir. Test 1 mol mis 2 oksid almaq üçün neçə qram mis lazımdır? Testi həll etmək üçün ilk öncə misin oksigəndə tam yanması reaksiyasını yazaq. Reaksiya tənliyinə əsasən 1 mol mis 2 oksid almaq üçün neçə qram misin lazım olduğunu tapmaq üçün tənasüb quraq. Tənasübə əsasən 2 mol mis 2 oksidi almaq üçün 128 qram mis lazımdırsa, 1 mol mis 2 oksidi almaq üçün neçə qram mis lazımdır? Tənasübü həll edib tapırıq ki, bu 64 qramdır. Deməli, düzgün cavab B bəndidir.